gözəlliyidir. Hüseyn əzasının mənası budur. Biz ki, İmam Hüseynin əzasında oturmuşuq, bu gözəlliyin eşkiyle gəlmişik. Hacət yadımızdan çıxıb bizim. Bir məqam olur ki, hər şey yaddan çıxır. Bir insan ki, başqalarını sevdi, o zaman ona ki, daş atırlar, onları da çox istəyir. Oxumusunuz da Kərbəla hadisəsini. İmam Hüseyn danışmaq istəyir, qoymurlar. Daş atırlar, nizə atırlar, hər tərəfdən. Bir ay zaman, diyanın sizə sözüm var. Sizə sözüm var. Ona görə demir ki, məni öldürmüyün, şəhid olmaq istəmirəm. Aydındır ki, şəhid olacaq. O aydındır. Amma daş atanların cəhənnəmə getməyini istəmir. İstəmir ki, ona daş atanlar cəhənnəmə getsin. Deyir, həl min nasirin yansuruni. Bir adam yoxdurmu mənə kömək eləsin? Əslində mənası budur ki, bir adam yoxdurmu ona kömək eləyin? Çünki mən gedirəm da, mən getdim çıxardı. Nə qədər ki, mən sağam, bu işinizdən əl çəkin. Mənim vasitəmdən hidayət tapın. O daşı atıb cəhənnəmə geçməyin. Az qalıb da, mən getdim, rəhmət qapısı bağlandı. Həl min nasirin yansuruni. Bir adam yoxdurmu mənə kömək eləsin? Mənası buydu ki, bir adam yoxdurmu mən ona kömək eləyim? Mən olmayandan sonra da bağlanacaq o qapı. İmam Hüseyn əleyhissalam mənəmçilikdən azad olmaq dərsi verdi. Və kimdə bir zərrə qədər var qabiliyyət, ağa dəvət edir məclisinə. Burada oturanlar elə belə gəlməyib bura. Allah'ın da olsun elə belə gəlməyib. Kim elə zənn edir, təsadüfən gəlib oturub, yox. Dəvət edir, özü dəvət edir. Çünki qabiliyyət, nuraniyyət görür ürəyində. Kərbəlada gedirdi, hamı ilə danışırdı bəzi insanlarla. Sahabələr deyirdi, ağa, bu hidayət olmaz. Deyirdi, yox, indi danışın, baxarsınız. Gedirdi, danışırdı, o dönürdü İmam Hüseynə tərəf. Deyirdi, gördünüz, biz dostlarımızı tanıyırıq. Bizim əlimizdə Peyğəmbərdən çatan siyahı var ki, orada bizim qiyamətə qədər dostlarımızın adı yazılıb. Yəqin ki, bizim də adımız var o siyahıda. Yəqin ki, var. Var ki, bizi də çağırıblar bura. Bu məclisə dəvət ediblər. Hüseyni tanı, gör nə qədər mehriban idi, onda çox yanacaqsan. Çünki Hüseynin Əli Əkbərdən ayrılmağı bizim balamızdan ayrılmağımızdır. İnsan nə qədər kamil oldu, mənəmçilikdən azad oldu, başqalarını daha çox sevir. Hüseynin Əli Əkbərə məhəbbəti təsəvvür olunmaz böyük məhəbbət idi. Onda çox yandırır adamı. Və bir il getsən də belə yaşa, çalış həmişə başqalarına xidmət eləyəsən. Onda daha yanıqlı ağlayacaqsan İmam Hüseynə. Bunu təcrübə elə. Get başqaları üçün yaşa, özün üçün yox. Həmişə çalış kiməsə xidmət eləyəsən, kiminsə dərdini gəzdirəsən ürəyində. Ancaq mənim evim, mənim maşınım, mənim uşağım bu dairədən çıx kənara. Get bir il belə yaşa. Bir ildən sonra gəl otur gör, onda necə ağlayırsan İmam Hüseynə. Bir Hüseyni tanı, bir də Hüseyn kimi ol. Tam onun kimi olanməzsən, amma ona yaxınlaş. Onda sənə desələr ki, Hüseyn qoydu üzün Əli Əkbərin üzünə və diyana bilməyəcəksən. Onda yanıqlı ağlayacaqsan. Adamlar yanında oxumaq olmur bunları. Adamlar taqəti yoxdur bunlara qulaq asın. Hətta adamlar var canını tapşırır. Ruhu bədənindən çıxır. Alimlərdən birinin kitabında görmüşəm. Deyir, mən həmişə dua eləmişəm ki, ilahi məni Hüseynə ağlayan halda öldür. Sonra deyir ki, mənim minbərimdə mən danışan məclisdə neçə belə adam olub ki, dua eləyiblər ki, mənim Hüseynə ağlayan halda öldür, duaları da qəbul olub. Mən danışa-danışa o qədər hala düşüb ruhları bədənimdən ayrılır. Kərbəlanın müsibəti oxta nizədədir, qəlblərdə olan məhəbbətdədir.
İmam Hüseyin o dərəcədə kamil idi. Onda bil ki, Əli Əkbəri meydana yola salanda ki, üzündən, saqqalından tutur, bir ilahi şahid ol, elə bir oğlu meydana göndərdim ki, hamıdan çox Peyğəmbərə bənzərələri. Peyğəmbərin zamanını görmək istəyəndə ona baxırdı. Bir dua var, İmam Səccad əleyhissalam duanı oxuyur, bir yeri var ki, duanın bir yerində deyir ki, ilahi kəs qismət olan məhşərdə bir dəfə Peyğəmbəri görən. İmam Səccad deyir, öz nəvəsi, öz balası. Sonra deyir, o qədər ağlayır ki, duanı rəvayət edəndir və özünü saxlaya bilmir. Aşiq belə bir şeydir, aşiqin yanğısı çox olur. Sən də aşıq ol, bir ay aşıq kimi yaşa, gör necə yandırar səni bu. Başqalarının qəmi ilə yaşa. Onda Hüseyin qəmi səni çox yandırar. Ayətullah Hayri, rəhmətullah aleyh. Bir vaiz deyir, hər zaman mən minbərdə bir dəfə oxudum, Qasım rozəsi oxudum. Qasımın rozəsini oxuyanda bir o qədər ağladı, durdu ayağa dedi ki, xahiş edirəm, bir də mən olan məclisdə bunu oxuma. Mənim taqətim yoxdur sizdən, dözə bilmirəm mən. Qasımı meydana yola salır İmam Hüseyin. Gəlir ki, ağa, əmi, icazə ver. Qasım İmam Həsənin oğlu idi. İmam Həsənin oğlu, İmam Hüseynin qardaşı oğlu. Gəlir deyir, əmi, icazə ver, mən gedim meydana. İmam razılaşır. O birlərə oğluna Əli Əkbərə deyir, dərhal deyir, amma Qasım'a razılaşır. Diyanır baxır. O görür ki, deyəsən, ağa tərəddüddədir. Gəlir, düşür İmam Hüseynin əllərindən öpməyə başlayır. Yalvarlara qurban olun, icazə ver, mən gedim meydana. 13 yaşında olan. Düşmək istəyir ağanın ayaqlarından öpər, imam qaldırır, onu basır bağrına. Yazırlar ki, neçə dəqiqə ikisi əmi ilə qardaş oğlu qucaqlaşdılar, ağladılar, bir-birindən ayrıla bilmirlər. O ağlayır, bu ağlayır. İkisi də ağlayır. Taqətsiz oldular. Axırda Qasım güclə ayrıldı İmam Hüseynindən. Yavaş-yavaş gedir meydana tərəf. Yezid qoşunundan biri deyir ki, gördüyü bir nəfər cavan oğlan. Əyninə paltar, zireh döyüş paltarı da yoxdur. Zireh də geyinməyir. Göründü Qasımın müsibəti nə idi? O yaralar hara qədər dərinə işləyirdi. Çünki zireh yox idi qorusun. Deyir, gördüyü zirehsiz Əmmamədə gəldi, sıxdı. Başında dəbilqə də yoxdur. Əmmamədə 14 gecəlik ay kimi bir zaman oğlan gəlib bizə tərəf. Döyüşə gələnlər də hamısı özünü tanıtdırırdı. Qasım da dedi ki, mən Həsən oğlu Qasıməm. O adam ki, onu susuz öldürməyə hazırlaşırsınız, o mənim əmim Hüseyindir. Döyüşçü istədi. Döyüşçü neçəsini öldürdü. Sonra hər tərəfdən namərdcəsinə hücum elədilər. Namərdcəsinə. Bir alim deyirdi ki, qılıncları əlinə aldılar, hərəsi qurbətən ilə Allah Qasım'a bir zərbə vurdular. Qurbətən ilə Allah. Adamı yandıran da budur. Nə qədər qafil idilər ki, qurbətən ilə Allah İmam Hüseynin ürəyinin parçasını qılıncdan vururdular. Yıxıldı yerə. Ağa da dayanıb xeymədən baxır. Elə bil ki, gözləyir, xəbər gəlsin. Birdən əmi fəryadı uzalanda ağa bir anın içində quş surəti ilə özünü çatdırdı onun başına. 200 nəfər mühasirəyə alıb qılıncı çıxardılar. İmam gələndə qaçdılar hamısı. Biri də atın ayağının altında qaldı öldü. Toz yatanda bir gördü ki, İmam Hüseyin alıb Qasımın başını dizinin üstünə. Qasım ayaqların yerə vurur. Ağlaya-ağlaya deyir, ay mənim qardaşım oğlum. Ay canım sənə qurban olsun. Əmin üçün çox çətindir ki, sən köməyə çağırasan, əmindən bir şey gəlmir sənə köməyə.
Qasım can verəndə başı İmam Hüseynin dizinin üstündeydi. Amma İmam Hüseyin aslan yerə yıkılanda bir nəfər olmadı Cəlalanın başına. Elə ki, ağanın atı qayıtdı xeymələrə tərəf, xanımlar gördülər, bu dəfə Zülzənan sahibsiz qayıtdı xeyməyərə. Gəldilər, atı dövrəyə aldılar, İmam Zaman ağa deyir, o mənzərə mənim rəhmi yaldırır. Ki, Əhl-i Beytin xanımları qızlar, sənin sahibsiz atı dövrəyə alıb yana-yana ağlayırlar. Rüqəyyət qıstı qabağa. Ay atam Hüseynin atı, atam meydana gedəndə su içməmişdir. Bir görüm onu öldürməmişdən su verdilər yayırım. Esselamu aleyke ya Ebu Abdillah. Bismillahirrahmanirrahim. Elhamdu ve sena'u lillah Rabbil alemin. Vessalatu vesselamu ala abdillah ve rasulih ve sefiyyihi ve habibih ve hafizi sirrih ve mübellighi risaletih seyyidina ve nebiyyina ve mevlana Ebu'l Qasim'il Mustafa Muhammed وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين صيم الحجة بقية الله الأعزام أرواحنا وأرواح العالمين له الفداء واللعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أعوذ بالله من الشيطان الرجيم رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني yefqahu qavli. Kur'an'ın birçok ayələri insanın yaradılışı barədə danışır. Kur'an insanın yaradılışı barədə danışarkən əsasən bunu vurğulayır ki, bütün insanlar tevhid fitrəti üzrə yaradılırlar. Yani her bir insanın dünyaya gelen zaman kalbinde Allah'ı tanıma hissi var, mərifət var. Her bir insanın daxilində bir cazibə var ki, onu Allah'a tərəf çağırır, səsləyir. Fitnələr, azdırıcı dəvətlər, nəfsin istəkləri, şeytanın vəsvəsələri olmasa, insan öz daxilindən Allah'a yol tapar. İnsanı elə-belə qoyasan öz başına, fitnə, fəsad, dəvətlər, vəsvəsələr olmasa, insan öz daxilinin səsi ilə Allah'a yönələr. Azğınlıqdan uzaq olar. Bu yandan da Allah peyğəmbərləri göndərir ki, insanın fitrətinin üstündə olan hicabları çəksinlər. Bizim daxilimizdəki o inanc var, inan var, mərifət var, onun üstünü hicablar örtür. O hicablar özümüz yarattığımız hicablardır. Günahların yarattığı hicablar. Mənfi xislətlər, bəyənilməyən sifətlər, xüsusiyyətlər, əxlaqi rəzilliklər, onların hamısı bir örtü və hicab kimidir ki, o mərifətin üstünü örtür. Peyğəmbərlərin işi əsasən Allahı sübut eləmək olmayıb. Peyğəmbərlər Allahı sübut eləmək üçün gəlməyiblər. Allahın varlığına başqa bir yol təklif eləyiblər. Peyğəmbərlər deyiblər ki, özünüzü batil məbudlardan, bütlərdən azad eləyin, Allahın mərifəti özü gələcək. Əlaqələrinizi kəsin başqa məbudlarla, bütlərlə, öz əlinizlə yaratdığınız bütlər, büt təkcə daşdan olmur. Sizin istəkləriniz, meylləriniz hamısı sizin üçün büt kimidir. Bu bütlərin əsarətindən azad olun,
o zaman Allah'ı tanıyacaqsınız. O zaman qəlbinizin daxilindən bir səs sizi Allah'a yönəldəcək. İnsanlar üçün müxtəlif bütlər düzəldirlər. Pul, məqam, qadın, şəhvət, bunların hamısı bir bütdür insan üçün. Elm özü də hətta bir bütə çevrilir. Elm özü baxma ki, böyük bir dəyərdir. Amma bir zaman orta əsrlərdə Avropanın intibah dövrü adlanır bu dövr. Elə zənn elədilər ki, elm olsa da Allaha ehtiyac yoxdur. Elm olsa, elm gəlib dinin yerini tutacaq. İnsan bilməklə Allahdan ehtiyacsız olacaq. Elmi də büt elədilər. Peyğəmbərlər gəlib insanları yanlış bütlərdən azad eləsinlər. Yanlış məbudlardan azad eləsinlər. Hər zaman indi də bu var. Bu fitnələr var. İndiki zamanın fitnəsi mən deyərəm, Bəni Ümeyyə zamanından daha ağırdır. Muaviyyənin, Yezidin zamanı indiki zamanın yanında o qədər də çətin zamandır. İndinin bütləri də müasirləşir. İnsan hərdən ağlını itirir, çaşqın vəziyyətə düşür. O dərəcədə dünyanın işini qarışdırıblar bir-birinə. Elə qarışdırıblar ki, bəzən ağlı zəif insanlar çaşır. Hətta ağlı güclü olan insanlar da heyrətə düşür. Bütün rəngləri qarışdırıblar. Ağı qara, qaranı ağ kimi təqdim edirlər insanlara. Mətbuatın yazdığı, televiziyanın dediyi dünyanın hər yerində belədir. Çox yerində belədir. Əksəriyyət hissəsində belədir. Onların hamısına baxırsan, hamısı insanların fikrini azdırmağa yönəlir. Belə fitnələrin qarşısında durmaq ancaq Peyğəmbərlərin dəvətinə cavab verməklə olur. Bu məclislər ki 10 gün təşkil olunur İmam Hüseyn adına, bu məclislər bu zamanda o fitnələrin qarşısında dayanmaq üçün silaha çevrilir. Ona görə bəzi alimlər bugün deyir ki, bu məclislərdə iştirak eləmək müstəhəbdir, vacibdir. Bu məclisləri tərk eləmək haramdır. Çünki bugün bu fitnələrin qarşısında Hüseynin adı dayanır, Hüseynin əzası dayanır və Hüseynin şuarı dayanır, Hüseynin hərəkatı dayanır. İmam Hüseyn ağanı tanımadan, İmam Hüseyn ağaya bağlanmadan insan haqqı batildən ayıra bilməz. Ona görə deyirlər, bu məclislərdə iştirak vacibdir artıq bu zamanda. İmam Hüseyn ağa çünki öz mübarizəsi ilə batili haqdan ayırdı. Bilirsiniz necədir? Batil heç zaman özünə batil adı qoymur. Təhlükə bundadır. Batil həmişə haqqın sözlərini danışır, batil rəngində olur. Batil mahiyyətində olur, haqqın rəngində olur. Siz baxın zalimların hamısının tarixinə. O zalimlardan biri də yoxdur deyə mən zalimam. Onlar hamısı ədalətdən dəm vurur, zülm edir. Bugün dünyanın boynuna əsarət zənciri salmaq istəyənlərin hamısı hamıdan çox insan azadlığından danışır. Danışıqlarına baxırsan hamıdan çox azadlıqdan, hürriyyətdən, insan hüquqlarından danışır. Amma insan azadlığının birinci qəlimi özləridir. Onlar insan azadlığına qənim kəsiliblər. İnsan azadlığı şuarı ilə azadlığa qarşı mübarizə aparırlar. İmam Hüseyn zamanında da beləydi. Çox zaman batil haqqın pərdəsinin arxasında gizlənir. İmam Hüseyn dedi ki, batili haqdan ayıracam öz mübarizəmlə. Batili rüsva eləyəcəm. Qiyamətə qədər insanlar tanısın haqq kimdir, batil kimdir. Tək o zamanda yox, bu zamanda da hər zamanda. Bunu biz neçə dəfə demişik, din gəlir, insanın boşluğunu doldursun. Zəiflikləri düzəltsin. Bəzi insanlar var, dindən istifadə edir, boşluqlarını pərdələmək üçün.
azadlıqdan istifadə eləyir boşluqlarını pərdələmək üçün. İmam Hüseyn öz mübarizəsi ilə haqqın gözəlliyini və batilin eybəcərliyini tanıtdırdı. Haqdan dəm vuranlar var idi, göstərdi ki, yoxlar haqqın düşmənidir. Qiyamətə qədər onların iç üzünü açdı. Və əsasən də elə onların mahiyyəti hər zamanda eynidir. Elə bu zamanda da, keçən zamanlarda da batilin mahiyyətini İmam Hüseyn öz mübarizəsi ilə açdı, ortalığa qoydu. Bu məclislər o cəhətdən vacibdir ki, bu məclislər insanlara bəsirət verir. Bəsirət verir. Ayıqlıq verir. Mömin ayıq adam olar. Bu məclislər insanı yuxudan oyadır. Bu məclislər insanlara zülmü tanıtdırır və haqqı, ədaləti tanıtdırır. Alimlərimizdən biri deyirdi ki, dünyada Yezid var, Hüseyn var. Özün bax gör hansı dəstədənsən. Hər zamanda belədir. Ya Hüseynin dəstəsindənsən, Hüseynin dəstəsindən dörsənsə, əgər namaz qılan da olsun, şərab içən də Yezdin dəstəsindənsən. Hüseynin dəstəsindən olmağın meyarı nədir? Meyarı budur ki, bax Hüseynin hədəfinə, mübarizəsinə, mənəviyyatına, bax özünün hədəfi və mübarizə və mənəviyyat var. Gör, onların cərgəsindəsən, yoxsa əks cərgədə. Onu insanlar üçün müəyyən edir Aşura hadisəsi. Bu məclislər onun üçündür ki, insan bəsirəti açılsın, insan haqqı batildən ayıra bilsin. İnsan bilsin ki, haqq nədir, batil nədir. Bu məclislər insanı müalicə eləyir. Hürrü necə müalicə elədi? Bir anın içində hür müalicə olundu, dəyişdi. Fitrətinin üstündə olan o hicablar çəkildi. Hür haqqı tapdı, Allahı tapdı. Daxilində olan dəvətlə İmam Hüseyn ağanın dəvəti həmahəng hürrü xilas elədi. Nicat verdi hürrə. Mən bunu dəfələrlə demişəm, balaca məsələdir hürrün məqamı. Hür gəldi elə bir dərəcəyə çatdı ki, 9 imam onun qəbrinin yanında 1400 il imam zaman ağa dayanır, deyir, bi əbi əntə və ummi, bi əbi əntum və ummi, atam, anam sizə qurban olsun, Kərbəla şəhidlərin hamısına. İmamların da hamısının atası imam olur. Yəni, məsum imam sizə fəda olsun ki, siz dini qorudunuz. Sizin qanunuzla din qorundu qaldı. Din yaşadı. Bəzi zamanlarda din qana ehtiyaclı olur. O zaman görürsən dindən dəm vuranların hamısı qasır gedir, az adam qalır ortada. Ehsan süfrəsinin başında oturanlar görürsən ki, yoxdur, gözə dəymir. Biri var, elə zamanda dindar olasan ki, dindara hörmət var, hazır buyur yuxarı başa, Kərbəlayı buyur, Məşədi buyur, bu yerdə dindar olmaq asan məsələdir. Bir gündə gəlir ki, dindar olmağa görə vururlar adamı, öldürürlər adamı, o zaman az adam çıxır ki, dindar olsun. Kərbəla şəhidlərinin qiyməti bundaydı ki, elə çətin məqamda sinələrin sipər elədilər. Dedilər, din bizim sayəmizdə qalacaqsa, bizim qanımızın hamısı axsın, təki İslam diri qalsın. Qalanları bizim sayəmizdə yaşasın. Bu məclislər bu məsələləri bizə çatdırır. Bu məclislər insanı müalicə eləyir, həm fikrini təmizləyir, həm ruhunu təmizləyir. İmam Hüseyn çıxanda nədir? Buyurdu ki, xərəctu li tələbil islah fi ümməti cəhdi. Mən qiyama qalxdım, inqilab elədim ki, cəhdin Peyğəmbərin ümmətini islah eləyim. Ümməti islah eləmək üçün. Təkcə o zamana aiddir. Qiyamət gününə qədər islah olmaq istəyən insanlar gəlib bu məktəbdə özünü təmizləyir.